Sabahınız xeyirli olsun. Məlumatlar ondan ibarətdir ki, məhkəmə prosesi təqsirləndirilən şəxslərin məhkəmədə son sözlərini söyləməsi ilə davam edəcək. Ümumiyyətlə, bir neçə iclasdır ki, məhkəmə prosesində təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər. Bundan əvvəlki məhkəmə iclaslarında isə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edərək məhkəmədən təqsirləndirilən şəxslərin barəsində müxtəlif cəzaların təyin olunması, bəzilərinin ömürlük, bəzilərinin 20, 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş etmişlər və bildirmişlər ki, onların barəsində olan ittiham təsdiqini tapıb, məhkəmə istintaqı zamanı subutlar, faktlar təsdiqini tapıb. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri, onların nümayəndələri də dövlət ittihamını müdafiə edən prokurorların fikirlərini dəstəklədiklərini bildirmişlər və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş və tələb etmişlər. Sonraki mərhələdə isə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər çıxış ediblər və onlar da müxtəlif əks dəlillər səsləndirdilər və məhkəmədən təqsirləndirilən şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Hazırki mərhələdə isə artıq son sözlə təqsirləndirilən şəxslər özləri çıxış edirlər, müxtəlif arqumentlər səsləndirirlər, özlərini təqsirli bilmədiklərini qeyd edirlər. Bundan əvvəlki məhkəmə iclasında təqsirləndirilən 15 nəfərdən 12-si çıxış edib, digər 3 nəfər isə məhkəmə prosesində bugünkü iclasda davam edəcək. Çıxışlarını başlayacaqlar çıxış etməyə və qeyd edək ki, biz media nümayəndələri prosesi yaxından izləyirik. Bugün məhkəmə iclasında nələr baş verəcək? Bu barədə biz xəbərlərin növbəti buraxılışında tamaşaçılara daha geniş məlumatlar çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.